Salam uşaqlar, 19 aprel 2026 OTK sınavına baxırıq. 11-ci sinif suallarıdır. Birinci suala baxaq. Deyir, kondensatorun gərginliyinin zamanın asılıq tənliyi verilibdir. Hansı cəryan mənbəyinə qoşduqda onun tutum müqaviməti ən kiçik olar. Tutum müqaviməti nəyə bərabərdir? 1 bölünsün omega C-dir. Yəni, görürük ki, XC tutum müqaviməti omega ilə tərs asılıdır. Hansının dövrü tezliyi, omegası böyükdürsə, tutum müqaviməti kiçik olar. Məsələn üçün, omega 100-dür, 200-dür, 400-dür, 350-dir və 300-dür. Deməli, ən böyük olan omegası C variantındadır. Tutum müqaviməti ən kiçik olar C variantında. İkinci sualda deyir, sabit temperaturda verilmiş kütləli doymayan su buxarının həcmi azalıbdır. Sabit temperaturda izotermik prosesdir, temperatur sabitdir. Həcmi azalıbsa, deyir, bu prosesdə buxarın sıxlığı və orta kvadratik sürəti necə dəyişir? Sıxlıq bilirik ki, nəyə bərabərdir? PM bölə RT-dir. Sabit temperaturda deyir, sabit temperaturda həcm azalıbdırsa, bilirik ki, təzyiq artar. Təzyiq artır deyələ sıxlıq artar. Və yaxud da rho bərabərdir M bölünsün V, buradan da görünür. Və əgər həcm azalıbdırsa, sıxlıq artmalıdır. Sıxlıq ona görə artar. Amma izotermik prosesdə orta kvadratik sürət demişik ki, izotermik prosesdə orta kvadratik sürət və kinetik enerjisi sabit qalar. Yəni, orta kvadratik sürət dəyişməz. Sıxlıq artar, sürət dəyişməz. D variantı. 33-cü suala deyir, birincinin tutumu 2 mikrofaraddır, ikincininki 4 mikrofaraddır. Bu 2-dir, bu 4-dür. Sabit, bərabər olan kondensatorda sabit cəryan mənbəyinə şəkildəki kimi qoşulublar. Birinci voltmetrin göstərişi, bu U bərabərdir nəyə? 30 volta. 30 voltdursa, bu da C bərabərdir 2-dirsə, Q1 nəyə bərabərdir? C U-ya. Yəni, 30 vurulsun 2 eləyər 60. Biz bilirik ki, ardıcıl birləşmədə Q sabit qalır. Deməli, burada da Q bərabərdir 60-dır. C də bərabərdir 4-dürsə, artıq U2-ni tapanda olur Q2 bölünsün C, Q 60, C də 4, eləyər 15 volt. C variantı. 34-də deyir, ideal qaz molekullarının orta kinetik enerjisinin hansı cihazla? Bilirik ki, bu temperaturla bağlı kəmiyyətdir. Düsturu da 2-də 3 KT-dir, kinetikin. Artıq burada biz termometrimiz olsa, biz kinetik enerji müəyyən edə bilərik. 35-də deyir, vakuumdan sındırma əmsalı 2 olan mühitə keçir. Elektromagnet dalğasının vakuumda sındırma əmsalı 1-dir. Sındırma əmsalı 2 olan mühitə keçir. Yəni, sındırma əmsalı artdı. Sındırma əmsalı artırsa, demişik ki, nə baş verir? Dalğa uzunluğu və sürəti azalmalıdır. Özə bu 2 dəfə artıb, dalğa uzunluğu və yaxud da sürət 2 dəfə azalmalıdır. Sürətin azaldığı yoxdur. Bax, dalğa uzunluğu 2 dəfə azalar. Y variantı düzgün cavabdır. Sonra baxaq 36-ya. Deyir, bir-birinə paralel qoyulmuş 2 turmalin kristalının simmetriya oxları arasında bucaq 60-dır. Bilirik ki, bucaq 60 dərəcə olanda nisbətən keçir, tam keçmir, 0-90 dərəcə arasında. Deyir ki, bucağı neçə dərəcə dəyişmək lazımdır ki, sistemdən keçən işığın intensivliyi 0-a qədər azalsın, yəni heç keçməsin. Heç keçməməsi üçün bunların oxları arasında bucaq 90 dərəcə olmalıdır. Hazırda 60-dır, 90 dərəcə eləmək üçün biz bunu 30 dərəcə artırmalıyıq ki, 90 olsun və keçməsin. Əksinə desəydik ki, necə eləyək ki, keçsin, onda 60 dərəcə azaltmalıydıq. Amma cavab A variantıdır. Deyir, saatın dəqiqə əqrəbi 3 dənə dövr eləyəndə saniyə əqrəbi neçə dövr eləyər? Saatın dəqiqə əqrəbin periodu 1 saatdır. 3 dəfə dövr eləyəndə 3 saat keçir. Hər saatda da saniyə əqrəbi periodu 1 dəqiqədir. 60 dəqiqədə 60 dəfə dövr eləyir. 3 dənə 60-da, yəni 180 dövr eləyər. Cavab olar D variantı. 38-də burada düşməyib, 42 dərəcə ilə düşməli idi. Bucaq 42 dərəcədir. Deyir ki, işığın şüşə prizmada yolu göstərilmişdir. Şüşə hava sərhədi üçün tam daxili qayıtma limit bucağı neçədir? Bilirik ki, bu düşübdür bu səthə, düzdürmü? Və səthə paralel, yəni səthə eyni istiqamətdə qayıdıbdır. Bu düşdüyü bucaq və qayıtdığı bucaq budur və bax, bu səthin normalıdır sanki. Bura 42-dirsə, bura 48-dir, düzdürmü? Bu səthin normalıdırsa, artıq bura nədir? 42-dir. Düşmə bucağı 42-dir. Bizə demişik ki, sinus
alfa bölünsün sinus beta bərabərdir n2 bölə n1. Amma bizim buna yox, sadəcə elə bucağın nisbətinə ehtiyacımız var. Elə bu da nə olar? Sinus beta artıq 90 dərəcədir, yəni 1-ə gedir. Yəni bizim bucağımız tam daxil qayıtmalı limit bucağı elə alfa 0 bərabərdir 42 dərəcəyə. O da olur Y variantı. 39-da deyir, qapalı konturda keçən maqnit selinin zamanın asılı qrafik verilibdir. Konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi modu. 1-2 induksiya elektrik hərəkət qüvvəsi delta fi bölünsün delta T'dir. Delta fi məsəl üçün əvvəl 2 olub, sonra 8 olubsa dəyişməsi 6-dır. Yəni 8 çıxılsın 2 bərabərdir. Bundan ötürü 4 çıxılsın 0 sanki. Bu da nə eləyər? 6 bölünsün 4, 1,5 edər. D variantı. 40-da deyir ki, müxtəlif kütləli 2 peyk, yəni kütlələri müxtəlifdir 2 dənə peykin, yerin ətrafında eyni dairəvi orbit boyunca. Bu yerdir və bunun ətrafında dairəvi orbitdir. Müxtəlif kütləlidir. Birinin kütləsi tutaq ki 2m-dir. Elə bu da eyni dairəvi orbitdə m kütləli 2 peyk hərəkət edir. Baxın, deyir ki, hansı fiziki kəmiyyətlərin qiymətləri bərabər olar? Sürət deyir, impuls deyir, kinetik enerji, bir də dövrətmə periodu. İmpuls nədir? P bərabərdir mv'dir da. Axı bunların kütlələri fərqlidirsə impulslara bərabər ola bilməz. Impulsu silirik, impuls ola bilməz. Kinetik enerji də mv kvadratı bölünsün 2-dir. Kütlədən asılıdır, yəni bu da ola bilməz. Ancaq sürət və periodu, buna baxın, period radiusundan asılıdır. Kepler qanununa görə periodların kvadratları radiusların kubuna bərabərdir. Özü düz asılıdırlar. Yəni bunların ikisinin də radiusu eynidir. Ona görə dövrətmə periodu ikisində eyni olar. Elə sürət də eynidir radiusa görə. Çünki ikisi də eyni dairəvi orbit boyunca hərəkət edirlər. Cavab olar 1 və 4. Hanı 1 və 4 A variantı. 41-də deyir ki, riyazi rəqqas x bu qanunla dəyişir. Periyodunu tapaq. Omega nəyə bərabərdir? 2 pi bölünsün T'dir. Periyodu buradan tapsaq 2 pi bölünsün omega eləyər. 2 pi omega da görürük ki, tənlikdən T'nin qarşısındakı 4 pi'dir. Bu da 0,5 eləyər. Y variantı. Deyir, hansını? Bunu yerləşdirin bura. Elektrolit və qazlar haqqındadır. Yük daşıyıcıları müsbət iyonlardır. İkisində də müsbət iyonlar var. Biri qoyuruq bura. Mənfi iyonlardır. İkisində də mənfi iyonlar var. Elektronlardır. Artıq bu elektronlar qazlara aiddir. Volt amper xarakteristikası xəttidir. Bu elektrolitlər üçündür. Qeyri-xəttidir. Bu da qazlar üçündür. İndi nə olar? 4, 3, 5. Haradadır? 4, 3, 5, 1, 2, B variantı olar. Deyir, hansı halda saralsa cəryan istiqamət və maqnit qütbləri doğru göstərilib? Baxın, A variantında əgər müsbət qütbdürsə, buradan cəryan çıxmalıdır, əksinə qayıtmamalıdır. A ola bilməz. Yenə bura müsbətdirsə, cəryan belə getməlidir. Bu ola bilməz. B də getdi. C uyğundur, müsbətdən çıxır, belə gedir. Cəryan istiqamətinə görə D də uyğundur, Y də uyğundur. İndi gəlin baxaq. Sağ əlimizi elə tuturuq ki, bu baş barmağımız, düzdürmü? Sağ əlimizi tuturuq. Bu 4 dənə barmağımız belə sanki qatdalanır. Bu da əlimizdir də. Bu 4 barmağı qatdalanmış düşünün. Burada əlimizi tuturuq, bax bunun üstünə. Bax bunun üstünə. Görürsünüz, baş barmağımız belə getdi. Bax, mən bunu sürüşdürüb gətirim bura. Bax, belə gətirim. Elə bir ki, 4 barmağım burada. Dəqiqə gözləyin, fərqli rəng eləyərdim ki, gərək görünsün, amma eybi yoxdur yenə də. Deməli, 4 dənə barmağım buradan qatdalanıb, bax, bunun istiqamətində gedir, bax, bunlar istiqamətində sanki, bax, belə qatdalanır bu NS-in arxasına doğru və baş barmağım hara yönəlir? Sağdan sola doğru. Yəni, bu nədir? Maqnit induksiyasıdır da. O da maqnitin daxilində S-dən N-ə doğru deyildi. Elə bu düzgün variant C variantı. İndi gəlin, bax, D-də yoxlayaq. 4 barmağım qatdalanır. Bu cəryan belə getdiyinə görə belə düz bunun arxasına doğru, sanki əlimdə belə tuturam, bunu sıxıram, bu S-ni. Baş barmağım sola doğru yönəlib, amma bu N-dən S-ə doğru getmir axı, S-dən N-ə doğru getməlidir. Bu uyğun gəlmir. Burada da N-dən S-i bura qoya bilmərik. Maqnitin qütbləri burada olur. Yəni bu da düz gəlmir. Ona görə bir dənə C variantı uyğun gəlir. Sağ əllə tapırıq. 44-cü sual deyir, hansı qrafik mühərrikin gücü sabit qalanda, güc sabitdir, yəni N sabitdir.
qalsın burada. İmpulsun onun dartı qüvvəsinə. İmpuls nəyə bərabərdir? M V-yə bərabərdir. Deyir, kütlədə sabitdir. Digər tərəfdən güc nə idi? M bərabərdir F vurulsun V. Düzdürmü? İndi mən V-ni buradan tapsam, N bölünsün F. Gətirib yerinə qoysam, M vurulsun, V-nin yerinə N bölünsün F. Bax, gücün sabit qiymətində, kütlənin sabit qiymətində impuls qüvvə ilə necə asılı oldu? Tərs asılı oldu. B variantı. 45-də deyir ki, verilmiş sarğacdan keçən cəryan şiddəti 3 dəfə artarsa, maqnit seli necə dəyişər? Maqnit seli fi bərabərdir Li. Verilmiş sarğac deyir, yəni induktivliyi sabitdir. Bu 3 dəfə artırsa, maqnit seli də 3 dəfə artar. Olar Y variantı. 46-cı sualda liftin kabinəsində isladan mayeli kapilyar boru şaquli vəziyyətdədir, deyir. Necə hərəkət etmək lazımdır ki, boruda mayenin səviyyəsi sükunətdə qalsın? Sükunətdə olan liftdəki qədər olar. Yəni, dəyişməsin də hündürlüyü, belə demək istəyir. Biz bilirik ki, yeyinləşən, yavaşayan hərəkət eləsə, artıq bu yuxarı aşağı hərəkət eləyəndə A təcili ilə H bərabər 2 sigma bölək rho J plus AR və yaxud rho J minus AR-dir. Ona görə bizə həmin təcilsiz hərəkətlər lazım. Təcili hərəkətlər lazım deyil. Sükunət sözü var burada. Deməli, lift yuxarı bərabər sürətlə hərəkət eləyəndə, burada təcil yoxdur. Olduğu kimi qalar 2 sigma bölək rho J olar. Sonra bu yeyinləşən deyir. Aşağıya doğru bərabər sürətlə hərəkət edirsə, bu da düzdür. Bərabər sürətlidir. Aşağı bərabər yeyinləşən deyir. Bu olmaz. Deməli, bizə uyğun hansı oldu? 1 və 3 D variantı. 47-də deyir, hansı ifadə doğrudur? 47-dən davam edirik. Deməli, deyir, alfa şualanma zamanı. Bildirik ki, alfa şualanmada x özümüzdən bir rəqəm götürürük. Ən rahat yolu 5, 10. Şualanmaya məruz qaldı. Alfa şualanma, helium 2-4'dür bilirik və bir nüvə əmələ gələcək. Reaksiyanın hər tərəfi bərabər olması üçün burada bir Y nüvəsi əmələ gəlir. Burada aşağı 5-dirsə, buradakı aşağıdakıları cəmi 5 olması üçün bunun aşağısına 3 düşür. Burada yuxarısı 10-dursa, buradakı yuxarıdakı cəmlərin 10 olması üçün bunun da yuxarısına 6 düşür. Yaxşı, bildik, alındı belə bir nüvə. Deyir ki, yük ədədi 2 vahid artdı. Yük ədədi 2 vahid artmadı. Əksinə 2 vahid azaldı. Çünki əvvəl 5 idi, sonra 3 oldu. 2 vahid azaldı. Bu düz deyil. Kütlə ədədi dəyişmir. Kütlə ədədi dəyişir. Yuxarıdakıdır. 10 idi, o 6 oldu. 4 vahid azaldı. Bu da səhvdir. Neytronların sayı azalır 2 vahid. Burada neytron nədir? 5'dir. Düzdürmü? Burada neytron nədir? 3'dür. Doğrudan da neytron 5 idi. İndi 3 oldu. 2 vahid azaldı. Yalnız 3 düz olar. B variantı. Sonra 48-ci sual deyir. Cisim bir-birinə qarışmayan iki maye arasında tarazlıqdadır. Cismin və mayələrin sıxlığı arasında hansı münasibət doğrudur? Burada baxın, rho 1, rho 2 və rho 3 cismidir. Cisim ən sıxlığı çox olan rho 2-dir ki, rho 2 ən aşağıda qalıbdır. Rho 2 ən böyükdür. Deməli, sonra rho 1 ən kiçik ki, ən yuxarıda qalıbdır. Belə qoyaq. Və rho 3 cismi demək olar ki, rho 1-dən batıb, düşüb aşağı. Keçibdir rho 2-yə. Ancaq rho 2-dən aşağı düşə bilməyib. Demək, rho-nun sıxlığı rho 2-dən kiçikdir. Bu aralıqdadır. Cavab nə olar? D variantı olar. 49. İçərisində buzsu olan qabı soyuducunun dolabından çıxardılır. Otaq şəraitində həmin buzsuz sistemin temperaturu ölçülür. Həmin qrafik qarşılığının temperaturunun zamanı asılı qrafiki. Baxın, buzsu olan qabdırsa, bu buzsu olan qabı bilirik ki, 0 dərəcədə orada buz var. 0 dərəcədə buz çıxartdın. Çıxardan kimi axı bu 0 dərəcə necə deyim, hələ də 0 dərəcədə qalır da, yəni dəyişmir. Bu çıxardan kimi 5 dərəcə Selsidə ola bilməz. Məsələn, 5 dərəcə Selsidə ola bilməz. Çıxardan kimi həmən artmaz. Bu da ola bilməz. Burada bir dənə bu uyğun gəlir. Müəyyən müddətdə 0 olaraq qalır. Vaxt keçdikcə otaq temperaturunda artıq buz maye, o həmin o su sisteminin temperaturu getdikcə artar. Olar C variantı. Bir dənə bu uyğun gəlir. Sonra 50-də deyir, joule vurulsun saniyə bölünsün metr nəyin vahididir? Joule kilogram vurulsun metr kvadratı bölünsün saniyə kvadratıdır. Saniyə qalsın burada. Metr də aşağıda. Metr gedər, biri, saniyən də biri gedər. Kilogram vurulsun metr bölünsün saniyə qalar. Bu da bilir ki, impulsun vahididir. M vurulsun V'dir, baxın.
impulsdur. B variantı. Verilmiş şəkildə cəryan şiddətinin onun uclarında gərginlikdən asılıq qrafik vermişdir. K nöqtəsindəki gücü istəyir. Biz əvvəl bax bura uyğun K nöqtəsinə uyğun cəryan şiddətini tapsaq, cəryan şiddəti buna uyğun cəryan şiddəti 2-yə bərabərdir. Çünki baxın bu 2 artıb, bu da 2 artmalıdır, 2 dəfə artmalıdır. Cəryan şiddəti 2-dir. Deməli güc nəyə bərabərdir? I U-ya bərabərdir. 2 vurulsun 20 40 eləyər. Çox uşaq çaşdırır ki, niyə fiqurun sahəsini tapmadıq? Hasildir. Burada bizdən uşaqlar K nöqtəsindəki gücü istəyir. Biz məsəl üçün A bərabərdir Fs qrafikində, F S qrafikində olanda fiqurun sahəsini tapırdıq. Deyirdi ki, məsəl üçün sıfırdan cisim hərəkət elədi, koordinat sıfırdadır, getdi 10 metr yol, gördüyü işi tap. Yəni sıfırdan tam artmasını soruşurdu. Amma burada sırf K nöqtəsindəkini istəyir. Yəni bir növ n-ci saniyədə gedilən yolu istəyirmiş kimi sanki elə başa düşün. Yəni fiqurun sahəsini tapmaq olmaz. I-unu tapmaq lazımdır. Çünki bizə deyir ki, K nöqtəsindəki müəyyən bir nöqtədə istəyir. Müəyyən bir nöqtədə olanda elə öz qiymətlərini götürüb vurursunuz bir-birinə. Fiqurun sahəsini tapırsınız. Yəni fiqurun sahəsindən qarışdırmayın. Bu da olar 40 Y variantı. 52 belə bir qrafik veribdi bizə. Deyir ki, bunun yerləşmə praksisi zamanla aslıq tənliyi hansıdır? Bax, qrafikə baxırıq, görürük ki, qrafikdə nədir? V0 5-dir, V17-dir, zamanlı 3-dür. Təcili tapa bilərəm buradan. Yazaram V çıxılsın, V0 bölünsün T. Yəni 17 çıxılsın, 5 bölünsün 3. Bu da eləyər 4. Təcilimiz 4-dür. Biz tənlikdən bilirik ki, V0T üstə AT kvadratı bölünsün 2 tənliyin qurmalıyıq. Başlanğıcda V0 5-dir. Yazıram onda 5T üstə A nədirsə 2-yə bölünmüş qiyməti yazılır burada. A 4-dür. Gətirib yerinə qoysam eləyər 2T kvadratı. Bu da C variantındadır. Düzgün cavab bu olar. 53-də düz xətli hərəkət edən cismin sürətinin proyeksiyası zamanının aslıq qrafiki verilib. V-nin T-dən aslıq qrafiki. Cismin kütləsi 3 kiloqram olarsa, biz təcili tapa bilərik. Təcil bərabərdir nəyə? Yenə V0 burada, V də burada. 14 çıxılsın 2, bölünsün 6. Bu da eləyər təcilimiz 2. Təcil 2, kütlə də 3. Onda əvəzləyici qüvvə EMA-ya görə olar 6. 2 vurulsun 3. Bu düzdür. Deyir, əvəzləyici qüvvə hərəkətin əksinədir. Yox. Yeniləşən hərəkətdə əvəzləyici qüvvə elə hərəkət istiqamətində. Yəni sürət, təcil, qüvvə üçü də eyni istiqamətdədir. Bu səhvdir. Cisim x ox istiqamətində hərəkət edir. Bu düzdür. Özümüz də görürük ki, başlanğıc sürət müsbətdir. Təcili 4-dür. Yox, təcili özümüz 2 tapdıq. Cisim bərabər yavaşlayan hərəkət edir. Yox, cismin sürəti çünki artır, yeniləşəndir. 2 və 3 olar cavab. 54-cü sual deyir. Üfüqi səthdə 4 kiloqram kütləli cismə üfüqi istiqamətdə 32 Newton qüvvə təsir edir. 12 metr məsafə qət edir. Başlanğıc sürət budur. Son sürəti tap. 4 kiloqram kütləli cismə 32 Newton qüvvə təsir edirsə, A. Təcil bərabərdirmi F bölünsün M-ə? Yəni 32 bölünsün 4. Təcilimiz 8-dir. Digər tərəfdən S bərabərdir. V kvadratı çıxılsın. V0-ın kvadratı bölünsün 2A-dır. Buradan biz son sürəti yerinə qoyub da tapa bilərik. Yerə gəlin qoyub bir də həmli tapaq. 12 bərabərdir. V-nin kvadratını bilmirəm. V0 2-dir. Kvadratı 4. 2A yəni bölünsün 16. Buradan da eləyər V0-ın kvadratı çıx 4 bərabərdir. 12-ni 16-ya vursaq. 12 vur 16. Nə eləyər? 12-ni 16-ya vuranda 32 və 16 192. Aha, V0-ın kvadratı çıxsın 4 bərabərdir 192. V0-ın kvadratı bərabərdir 196. 196 da səvərimiz 14-ün kvadratı olmalıdır. Deməli, başlanğıc sürət 14-ə bərabər imiş. Bizdən də elə başlanğıc niyə yazdım mən? Birdən yerini dəyişdim. Son sürətdir. Son sürət istəyir. Üzürü sayın. Axı V0 4-dür. Burada deyir. 2-dir. Kvadratı 4 edir. V kvadratı yəni son sürəti bərabər olur 14-ə. Cavab 14-dür. Aha, 15. Dartı qüvvəsidir.
480 Newtondur. Avtomobil 10 metr bölü saniyə sürətlə hərəkət edir. F dartı bərabərdir 480-ə. Sürət də bərabərdir 10-a. F dartı bir də V. Avtomobilin deyir gərginliyi U bərabərdir 400 voltdur. Cərəyan şiddətini istəyir. I bərabərdir sual. Bu ikisi veriləndən biz gücü tapa bilərik. Düzdür? Güc bərabərdir F vurulsun V-yə. Bu da F vurulsun V eləyər 4800. 4800. Gücü tapdıq. Digər tərəfdən P bərabərdir IU. I-ni də tapsaq P bölünsün U. P 4800. U da 400. Sıfırlar getdi. Eləyər 12. Cavab olar 12. Sonra 56-da deyir, üfüqi yolda hərəkət edən cismin tormoz müddətinin başlanğıc sürətindən asılılıq qrafik verilib. Sürtünmə əmsalını hesablayın. Deməli, T tormoz nəyə bərabərdir? V0 bölünsün A-ya və yaxud da V0 bölünsün MÜJ-yə. Buradan mü-nü tapsaq, olar V0 bölünsün JT. V0 nədir? Tutaq ki, 12-dir. 12 bölünsün. J 10-dur. 12-yə uyğun T-də 3-dür. Bu eləyər 4. Bu da eləyər 0,4. Cavab olar 0,4. 57-də deyir ki, deyəsən bu mənfidir. Bu mənfidir, bu müsbətdir. Deyir 2 mənfi, 2 müsbət və 1 yüksüz zərərçindən ibarət sistemdə nə baş verir? Bir-birini cəzb eləyərlər. Bilirik ki, əks adlı yüklər bir-birini cəzb eləyir. 1-dən 2 cəzb eləyər. Bir də 2-nə 3 cəzb eləyər. 1 və 2 yazım bura A variantı. 2 ilə 3 də harada var? D variantları. Bunlar bir-birini cəzb eləyər. Sonra deyir, dəf eləyər, itələyər eyni adlı yüklər. Deməli, 1 ilə 3-dür eyni adlı yüklər. Bunlar 1 ilə 3 Y variantıdır. Bunlar bir-birini dəf eləyər. Təsirdə deyir, olmayan zərrəciklər. Baxın, hansı təsirdə olmaz? Nə qaldı bizdə? B qaldı. 2 və 4. Bəli, bu yüksüz, yəni təsirdə olmaz. B-ni qoyun bura. Sonra nə qalıb bizdə? A qalıb. 1 və 2 yox, A qalmayıb. A, D, B, C qalıb. C 3 və 4, bəli, təsirdə olmaz. Çünki 4 yüksüz gələcəkdir, 0-dır. Bunu da onu qoyuram bura. Belə bu cür olar cavab. Variantları yerləşdirdim. Deyir, silindrik ideal qaz, izotermik sıxılır. İzotermik temperatur sabit, sıxılır, həcm azalır deməkdir. Özü 2 dəfə azalır həcmi. Həcm 2 dəfə azalır. Deyir ki, koordinat oxları üzərində qiymətləri göstərməklə təzyiqin həcmindən. Bax, izotermik prosesdirsə, izotermik prosesdə bilirik ki, PV qrafiki onsuz da tərs mütənasib asılılıqdır. Sıxılırdı deyə artıq oxun işarəsi bu tərəfə də həcm azalır, sıxılır. Sonra deyir ki, təzyiqin asılı qrafikinin təzyiqin başlanğıc qiyməti 100-dür. Əslində bunu qiymətləri qoyub sonra qrafikə toqquşdurmalıydıq. Yanın qiymətləri qoyaq. Həcm 2-dir. Baxın. Və təzyiq 100-dür. Başlanğıcda 1 nöqtəsində. Sonra həcm 2 dəfə azalıb 1 olubdur. Və bilirik ki, izotermik prosesdə həcmlə təzyiq tərs asılıdır. Həcm 2 dəfə azaldı, təzyiq 2 dəfə artmalıdır, olmalıdır 200 və bununla da bu nöqtənin toqquşduğu gəlib bura düşür. İndi bu nöqtələri birləşdirəndə, bax bu tərs mütənasib asılının qrafikini qururuq və bir dənə ox da qoyaq, sıxılma bu tərəfədir. Bizdən elə bu qrafik istəyir 58-də. 59-da deyir ki, elektromaqnit kran, dəmir, mis bir də alüminium qırıntıları ilə ibarət qarışıqda işləyir. Kran əsasən deyir hansı qırıntıları cəzb edir, hansı cəzb etmir. Səbəbini izah eləyək. Yaxşı, gəlin izah eləyək. Bilirik ki, elektromaqnit kran maqnitdir sanki. Bunu yaxınlaşdırır dəmirə. Dəmirə yaxınlaşdıranda dəmir nədir? Ferromaqnitdir. Dəmirin maqnit nüfuzluğu birdən çox böyükdür və bu dəmiri çox güclü cəzb eləyər. Misə yaxınlaşdıranda mis nədir? Diamaqnitdir. Mis yadda saxlayın. Ümumiyyətlə ferromaqnitlərə aiddir dəmir, nikel, kobalt. Diamaqnitə aiddir mis, gümüş, qızıl bunlar. Bir də paramaqnitlərə aiddir. Alüminium, litium, natrium, bax bunlara aiddir. İndi bizdə deyək ki, misi yaxınlaşdırırsan. Mis diamaqnitdir. Ona görə zəif itəliyər
Müsü də 1-dən kiçikdir. Ona görə yəni diamaqnitlər zəif itələnirlər. Belə deyirik. Bir də alüminiuma yaxınlaşdırır. Bu paramaqnitdir alüminium. Yazım alüminium paramaqnitdir. Paramaqnitdir. Bu isə zəif cəzb olunar. Mü 1-dən böyükdür. 0-dan yox, 1-dən böyükdür. Deməli, deyir ki, hansıları cəzb etmir? Cəzb edir dəmiri, yadda saxlayın, alüminiumu, dəmiri çox güclü cəzb edir, alüminiumu zəif cəzb edir və cəzb etməz, itələyər misi. Bu cür yadda saxlayın. Sonra gələk 60-cı sualda. 60-cı sualda isə deyir ki, aralarında məsafə 5 metr olan iki üfüqi vəziyyətdə yerləşmiş paralel lövhədir. Bunların arasında elektrik sahəsi yaradılıbdır. Tutaq ki, bura müsbət yüklənir, burada mənfi, elektrik sahəsi də belə yönəlir. Ay, müsbətdən mənfiyə doğru yönəlir, üzrü sayın. Belə. Aha. Burada bir hər hansı bir yükü nə qədərdir? Yükü 4 nanokulonvoltun damcı sükunətdədir. Kütləsi bu qədərdir. Bunların arasında məsafə buradan bura qədər D 5 santimdir. Nə istəyir bizdən? Lövhə arasında gərginliyi. Biz bilirik ki, bu cisim sükunətdədirsə, onda yaza bilərik ki, mg bərabərdir QY-yə. Çünki elektrik sahəsinin qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Yəni, bu cisim mg var, ağırlıq qüvvəsi və QY var. QY ilə bunlar bir-birini tarazlaşdırır. Belə deyək. Mənfidir ya da müsbətdir, onu bizdən demir, istəmir. Amma özümüz məntiqlə onu tapa bilərik istəsək. Deməli, buradan da bizə nə lazımdır? Gərginliyi. Y-nin də yerinə yaza bilərikmi ki, Q, U bölünsün D. U-nu tapanda olur M, J, D bölünsün Q. İndi gətirib verilənləri yerinə qoysaq, M 2 milliqramdır. Bax, 2 milliqram 10 üstü mənfi 6 kiloqramdır. Həm milli 10 üstü mənfi 3-dən də qramı çevirəndə kiloqramı 10 üstü mənfi olur. J 10'dur. D məsafə 5 santimdir. Yazıram 0.5 metr. Q də 4 nano 10 üstü mənfi 9'dur. İndi vurub açsaq nə eləyər? Bir dəqiqə gözləyin. Hamısını çevirmişik, düz çevirmişik, yaxşı. 10 üstü mənfi 9 ilə bu gedir 10 üstü mənfi 3 qalır aşağıda. 10 üstü mənfi 3 qalır. Sonra bu 10 üstü mənfi 2'dir də, düzdürmü? 10 üstü mənfi 2 ilə bunun da ikisi gedir, qalar burada 10 üstü mənfi 1. Sonra 5'i 2'yə vuraram, eləyər 10 və bu 10'a vuraram, eləyər 100. 100 bölünsün 0.4. 100 bölünsün 0.4 də nə eləyər? Düz yazdımsa bir dəqiqə gözləyin. Hamısını düz yazmışam. Aha, все. Buradan sonra alırıq. 100 bölünsün 4 deyir 2500. Bir də baxaq. Gərginliyi hesablayın deyir. Onlar 2500.